İspaniyadan kosmetik və baxım məhsullarının sifariş qaydası part 1. İlk iş olaraq çatdırma şirkətindən qeydiyyatdan keçirik. Bu dəfə Coliplastdan istifadə etdim. Daha sonra brauzerdə druni.s yazaraq axtarışa veririk və Druni saytına daxil oluruq. Bu saytda parfümləri və kosmetik vasitələri qat-qat ucuz qiymətlə tapa bilərsiniz. Yenə burada da qeydiyyatdan keçmək lazımdır. Brauzerinizdəki aşağıdakı 3 nöqtədən saytın dilini türk dilinə çevirə bilərsiniz. Və hesab oluştur düyməsinə basırıq. Burada ad, soyad, şifrə kimi kiçik məlumatlar tələb olunur və keçirik əsas hissəyə adres əlavə etməyə. Çatdırma şirkətinin sizə təqdim etdiyi adres məlumatlarının hər birini burada düzgün şəkildə yazırıq. Druni saytında pulsuz çatdırılma qiyməti minimum 20 evro, yəni 40 AZN təşkil eləyir. Bunu da arada boşluq tapmışkən qeyd eləmək istədim. Və ən əsası soyadınızın arxasında Coli yazmağı unutmayın. Adres line yerində şirkətin sizə təqdim etdiyi kod var. Bu sizin şəxsi kodunuzdur. Bu kod vasitəsilə çatdırılma şirkəti bağlamanın sizə aid olduğunu görə biləcək. Bütün məlumatları dəqiq şəkildə qeyd edib keçirik ən maraqlı hissəyə, alış-veriş etməyə. Burada bir çox məhsullar tapa bilərsiniz, həm orijinal, həm də qiymətləri Bakıya nisbətən qat-qat ucuzdur. Seçdiyim məhsullar səbətimə əlavə edib davam et düyməsinə basıram. Burada mütləq şəkildə evə təslimat olan hissəni seçin. Burada qızlar istəsəz hədiyyə qutusu seçə bilərsiniz. Drunidən ikinci sifarişim kimi hədiyyə qutusunda gələcək. Məbləği isə 10 manatdır. Yəni əlavə ödənişlidir. Mən bu dəfə seçmirəm. Ona görə də davam et düyməsinə basıram. Burada təsdiqləyirik ki, yazdığımız adresə, yəni evə təslimat edilsin. Davam etə basıram. Və son olaraq kart məlumatlarına gəldik, çıxdıq. Kart məlumatlarına keçməmişdən əvvəl burada sizin mailinizə gələcək kodu əlavə etsəniz 3 evro, yəni 6 AZN endirimi əldə etmiş olacaqsınız. Həmin o kodu yazıb kart məlumatlarını da əlavə edirəm və sifarişi təsdiqləyirəm. Sonra daxil oluruq çatdırma şirkətinin tətbiqinə. Burada bağlamamızı daha əvvəlcədən bəyan etməliyik. Burada öncədən bəyan et düyməsi çıxır. Bura daxil olanda əgər Druni saytından sifariş etmisinizsə İspaniyanı seçirik. Daha sonra digər məlumatların hər birini düzgün şəkildə burada qeyd edirik. Mağazanın adı hissəsində Druni.s yazırıq ya da Druni-də yaza bilərsiniz. Invoice qiymətinə isə Druni saytında yazılan məbləği qeyd edirik. Kateqoriyaya kosmetika yazırıq. Əgər yəni kosmetik məhsullar almısınızsa, kosmetik vasitələr yazırıq. Məhsul adı və sayına isə düzgün şəkildə aldığınız məhsulları qeyd edirsiniz. Invoice faylına da Druni saytındakı screenshotu əlavə edə bilərsiniz. Burada isə bağlamanızın tərkibində qida əlavəsi və ya parfüm kimi məhsulların olub-olmadığını qeyd edirsiniz və bəyan et düyməsinə basıb bəyannaməni yaddaşa atırsınız. Bundan sonraki proses isə asandır. Druni saytı sifarişi təslim etdikdən sonra gömrükdə də bəyannamə yazmalı olacaqsınız. Əgər istəsəz part 2 olaraq gömrük bəyannaməsi və çatdırılma şirkətinin ödəniş prosesini çəkib sizlərlə paylaşaram. Bu da istəyə bağlıdır. Ona görə də abunə olmağı və videonu da bəyənməyi unutmayın. Hələlik.